və çarəsiz olan bir keçmiş hərbiçi kimi. Allah Həşimova rəhmət eləsin. Murovda Buzlaq istiqamətində bir post var idi. Həşimov o Həşimov idi ki, Buşlatın bizə verərdi, özü Buşlatsız qalardı. Və siz elə bir göz alanasınız ki, siz kabinat generalı yox, siz səngər generalı böyütmüsünüz. Və çox da gözəl bilirsiniz ki, sizin övladınız necə şəhadətə yüksəldi. Bugünkü gündə generalın təyinat nöqtəsini ancaq staturanlar bilər. Düşmən belə bilməz. Bunu gözəl bilirsiniz. Ətraflı danışmaq istəmirəm. Hərbçilər çox gözəl başa düşdü. Nə demək istədim? Samaya xala, bugün sizin torpağınızdan bizim dinimiz təhqir olunur. Bugün sizin torpağınızdan bizim şəhidlərimiz təhqir olunur. Bugün sizin torpağınızdan bizim analarımız, bacılarımız, atalarımız, dayılarımız, xalalarımız, bibilərimiz təhqir olunur. Bugün sizin torpağınızdan müsəlmanlarımız təhqir olunur. Xüsusən də bugün sizin torpağınızdan Şiyə məzhəbi təhqir olunur. Və Çevik təqəbindən tanınan Məqsəd Bağırov, nakişilər nakişisi, Cəmil adlı bir ağzımı pozmaq istəmirəm, nakişinin oğlu Vələdi Zeyna Şiyə məzhəbinə dil uzadaraq Azərbaycanda yaşayan Şiyə məzhəbləri Fars tulası kimi qələmə verir və təxribat elədir. Nəzərdə çatdırmaq istəyirəm ki, ölkə başçımız, Cənab Ali Başkomandan daxil olmaqla, ulu öndərimiz, onların məzhəbiyyəti Şiyə məzhəbidir. Onda belə çıxır ki, mənim ölkə başçım Fars tulasıdır, ulu öndərim Fars tulasıdır, bu mümkünsüzdür. Və deyilir ki, bizim ölkəmizdə Fars rejimi davam edir. Fars rejimi İranda davam edə bilər. Mənim ölkəmdə İran və yaxud da Fars rejimi davam edə bilməz. Mənim ölkəmdə 98-ci ildə ulu öndərimizin qoyduğu layiqli və rəşadətli ulu öndərimizin Yeni Azərbaycan Partiyasına tövsik olunmuş ideoloji siyasət davam edir. Bu günləri istər mənim ölkə başçısı, istər Hikmət Hacıyev, prezidentin köməkçisi və istər digər diplomatlar daim vurğulamışdır ki, bizim qonşu ölkələrlə istər diplomat, istər iqtisadi siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Eləcə də İran İslam Respublikası ilə Azərbaycanın diplomatik əməkdaşlığı çox yüksək səviyyədədir. Hər kimsə buna qıcıq verməklə kiməsə təxribat yaratmaq istəyirsə, Qəbələ rayon polis idarəsinin rəisi Fəxrəddin müəllim, siz buna susmamalısınız. Təşəkkür edirəm. Minnətdaram. 10 gün siz bunun qarşısını aldınız. Bunun bu cür çıxışlarının qarşısını aldınız. Amma necə qarşısını aldınız ki, dünən adam canlı yayında deyirdi ki, Azərbaycanda nə vaxt azan səsi kəsilər, o vaxt mən buradan Allah yoxdur yazısını götürərəm və dini təbliğatlarıma son qoyarım. Ateist ola bilərsən, Yahudi ola bilərsən, Xristiyan ola bilərsən, müsəlman ola bilərsən və heç bir dinə mənsub ola bilərsən. Mənim borcumdur sənə hörmət edeyim. Amma sən heç bir vaxt bizim dinimizi təhqir eləyə bilməzsən. Xüsusən də məzhəbçiliyə ayırıb əhl-i-sünnə və əhl-i-şiyyə qardaşları arasında ixtilaf sala bilməzsən. Mənim əhl-i-sünnə qardaşım olub, evimdəki ailəmin çörəyi və ruzusu əhl-i-sünnə qardaşımın vasitəçiliyi ilə gəlib, göydə Allah. Mənim əhl-i-sünnə qardaşım olub, yaralı olmuşam, əzilmişəm, onun çiynində gedmişəm. Eləcə də əhl-i-sünnə qardaşıma mənim çörəyim keçib, mənim köməyim keçib. Biz müsəlmanıq, biz qardaşıq. Səmaya xala, sənə and verirəm, Poladın